Ben de qeyd etdiyim kimi onlar Yadovdu. İkinci hakim o da oyuna çıxacaq. Beləliklə maçın startı səslənir. İlk hücum imkanı da məhz İndoneziya millisindədir. Muşar topu Janos fəaldır bu mənada. Qüvvətli zərbə və son oynamaqlarını istəyir komanda yoldaşlarının Lenzivyə. Çox maraqlıdır ki, İndoneziyalılar hələlik uzun ötürmələrdən çox da istifadə etmirlər. Junior Hagi və top qapıdadır. Top qapıdadır. Hesab açılır. Ziyarev Sudarvin İndoneziya komandasını hesablarına keçirir. Lenzivya'dan irəli. Və yenə yaxındır və Alonso. Kaysar döndü. Və İndoneziya millisi qrupda ilk